Hər birinizə salam. Yəqin ki, maliyyə xəbərlərini izləyəndə emittent, underwriting kimi sözlərlə tez-tez qarşılaşmısınız və bəlkə də düşünmüsünüz ki, bütün bunlar dəqiq nə deməkdir? Hər bir sahənin, bilirsiniz, özünə məxsus bir dili var. Bugün biz sizinlə birlikdə Azərbaycanın qiymətli kağızlar bazarının o rəsmi dilini, yəni birbaşa qanunun özündəki tərifləri açıb, bu biraz sirli görünən terminlərin əslində nə qədər sadə və məntiqli olduğunu görəcəyik. Bəs siz bu dildə nə dərəcədə sərbəstsiniz? Gəlin belə edək. Bugün bu rəsmi lüğəti birlikdə vərəqləyək. Bu təkcə yeni sözlər öyrənmək deyil əslində. Bu mürəkkəb görünən maliyyə dünyasında daha inamlı, daha arxain addımlamaq üçün bir bələdçidir. Hazırsınızsa, onda başlayaq. Hər bir sistemin, hər bir hekayənin öz qəhrəmanları, öz iştirakçıları olur. Qiymətli kağızlar bazarını böyük bir səhnə kimi təsəvvür etsək, gəlin onda ilk növbədə bu səhnədəki əsas obrazlarla tanış olaq. Yəni, kim kimdir və hərənin rolu nədən ibarətdir. Və səhnəmizin ilk və ən vacib obrazı, emittent. Bütün proses məhz onun başlayır. Emittenti obrazlı desək, qiymətli kağızları yaradan, onları ilk dəfə dövriyyəyə buraxan tərəf kimi düşünə bilərsiniz. Amma baxın, burada qanunun çox maraqlı bir detalı var. Emittent bu kağızları bazara çıxartdıqdan sonra artıq onların sahibi sayılmır. Onlar artıq sərbəst dövriyyəyə, yəni bazara aiddir. Yaxşı, emittent bu qiymətli kağızları yaratdı. Bəs onları kim alır? Əlbəttə ki, tənliyin digər tərəfi, yəni investor. İnvestor öz pulunu bu kağızlara yatırır, bununla da şirkətlərə, dövlətə fəaliyyətləri üçün kapital verir və əvəzində də gələcəkdə gəlir gözləyir. Yəni biri yaradır, digəri isə ona dəyər qatır. Amma investor deyəndə ağlınıza təkcə fərdi şəxslər gəlməsin. Qanun bazardakı belə deyək, ağır artilleriyanı da dəqiq təyin edir. İnstitusional investorları. Bunlar artıq pensiya fondları, sığorta şirkətləri, iri investisiya fondları kimi maliyyə nəhəngləridir ki, bazara çox böyük pullar gətirirlər. İndi isə gəldik bazarın bəlkə də ən vacib, amma bir o qədər də gözdən yayınan iştirakçısına, market makerə. Təsəvvür edin ki, onlar bazarın yağlama mexanizmidir. Yəni, nə edirlər? Onlar eyni anda həm alıcı, həm də satıcı kimi çıxış edərək bazarın daim canlı, axıcı qalmasını təmin edirlər. Bunun sayəsində siz istənilən vaxt bir səhmi almaq və ya satmaq üçün qarşı tərəfi asanlıqla tapa bilirsiniz. Market makerlər olmasa, bazar sadəcə donub qala bilər. Baxın, bu müqayisədə çox incə, amma olduqca vacib bir hüquqi fərqi ortaya qoyur. Sadə dildə desək, investisiya şirkətinin filialı real investisiya fəaliyyəti göstərə bilər. Yəni, alqı-satqı edə bilər. Amma nümayəndəlik bunu edə bilməz. O, sadəcə şirkətin maraqlarını təmsil edir. Kiçik bir söz fərqi, amma arxasında böyük bir hüquqi məzmun dayanır. Yaxşı, səhnədəki əsas obrazları, aktyorları tanıdıq. Bəs bu aktyorlar səhnədə nə edirlər? Onların əsas fəaliyyətləri, yəni bazarı hərəkətə gətirən o əsas hərəkətlər hansılardır? Gəlin indi də qanunun bu barədə nə dediyinə baxaq. Underrating. Bu söz biraz qəliz səslənə bilər, amma əslində məntiqi çox sadədir. Təsəvvür edin ki, emittent öz qiymətli kağızlarını ilk dəfə bazara çıxarır. Bax bu prosesin, yəni o kağızların ilk dəfə investorlara təqdim olunması və satılması prosesinin təşkilinə underrating deyilir. Bu, qiymətli kağızın, belə desək, dünyaya göz açdığı andır. Qanun investisiya məsləhəti anlayışına da çox dəqiq bir tərif verir. Bu, konkret bir qiymətli kağızla bağlı sizə verilən hər hansı bir peşəkar tövsiyə, peşəkar rəydir. Yəni, filan səhmi al və ya filan istiqrazı sat kimi birbaşa yönləndirmələr. Ancaq bəzən nəyin məsləhət olduğundan daha vacibi, nəyin məsləhət sayılmadığını bilməkdir. Qanun burada çox aydın sərhədlər çəkir. Məsələn, hər hansı bir media qurumunda yayımlanan ümumi bir analiz rəsmi investisiya məsləhəti deyil və ya bir vəkil sizə müqavilənin sırf hüquqi tərəflərini izah edirsə, bu da məsləhət sayılmır. Niyə bu fərq vacibdir? Çünki qanun rəsmi məsləhət verənin məsuliyyətini müəyyən edir və sizi də təsadüfi məlumatlara əsasən qərar verməkdən qoruyur. Bu isə, belə deyək, sükanı tamamilə peşəkarlara təhvil verdiyiniz halda. Portfelin idarə edilməsi xidmətində siz öz pulunuzu və qiymətli kağızlarınızı bir investisiya şirkətinə etibar edirsiniz və onlar sizin adınızdan bütün qərarları verir, sizin portfelinizi idarə edirlər. Yaxşı, iştirakçılarımızı tanıdıq, onların fəaliyyətlərini də anladıq. Bəs bütün bu alqı-satqı, məsləhət, idarə etmə harada baş verir? Bu maliyyə teatrının səhnəsi haradır? Gəlin indi də bazarın infrastrukturuna, yəni sistemlərə və məkanlara bir nəzər salaq. Qanunun tərifinə görə qiymətli kağızlar bazarı konkret bir bina, konkret bir ünvan deyil. Bu daha çox bütün iştirakçıları, emitentləri, investorları, brokerləri bir-birinə bağlayan
bir hüquqi və iqtisadi münasibətlər şəbəkəsidir, bir ekosistemdir. Amma bu geniş şəbəkənin içində konkret qaydaları olan meydançalar da var. Bax, tənzimlənən bazar budur. Məsələn, fond birjası. Bura artıq qaydaların, şəffaflığın və nizam-intizamın olduğu rəsmi bir ticarət platformasıdır. Bir şirkətin səhəmlərinin bu rəsmi bazarda, yəni fond birjasında alınıb satılması üçün o mütləq listingdən keçməlidir. Listing bir növ həmin qiymətli kağızın birjanın müəyyən etdiyi keyfiyyət standartlarına cavab verdiyini göstərən bir giriş biletidir. Yaxşı, deməli iştirakçılar var, fəaliyyətlər var, məkanlar da var. Bəs bu qədər pulun, bu qədər riskin olduğu bir yerdə nizam intizamı kim təmin edir? Bu mürəkkəb sistemin ədalətli və dürüst işləməsinə kim zəmanət verir? Cavab, qanunun yaratdığı nəzarət və dürüstlük mexanizmlərindədir. Bu qurumu bazarın baş hakimi və ya polisi kimi təsəvvür edə bilərsiniz. Onun əsas işi odur ki, bütün oyuncuların qaydalara riayət etdiyindən əmin olsun, hər hansı bir qanun pozuntusunun, fırıldaqçılığın qarşısını alsın və bütövlükdə sistemin etibarlılığını qorusun. Bazarın sağlamlığı birbaşa oradakı insanların etibarlılığından asılıdır və qanun bu məsələyə çox ciddi yanaşır. Qanunda vətəndaş qüsursuzluğu deyilən bir anlayış var. Tərifdəki bu cümlə əslində hər şey deyir. Qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması. Gəlin bu qüsursuzluq anlayışının dərinliyinə baxaq. Söhbət təkcə qəsdən törədilmiş bir cinayətə görə məhkumluğun olmamasından getmir. Söhbət həm də iqtisadi sahədə ağır cinayətlərdən, müəyyən vəzifələri tutmaqdan məhrum edilməməkdən gedir. Qanunvericinin mesajı burada çox aydındır. Əgər sən insanların pulunu, onların gələcəyini idarə edəcəksənsə, sənin keçmişin, sənin reputasiyan ləkəsiz olmalıdır. Standartlar məhz buna görə bu qədər yüksəkdir. Və məsələ təkcə təmiz keçmişlə də bitmir. Qanun eyni zamanda məqbul və lazımi keyfiyyətlər də tələb edir. Yəni, peşəkarlıq, təcrübə və yaxşı işgüzar nüfus. Bir sözlə, həm qüsursuz, həm də səriştəli olmalısan. Beləliklə, qanunun o biraz quru görünən səhifələr arasında qısa bir səyahət etdik. Gördüyünüz kimi, hər bir terminin arxasında əslində bütün bir sistemin işləmə mexanizmini, iştirakçıların rolunu və qaydaların necə qorunduğunu izah edən dərin bir məntiq var. Bu dili bilmək sizi sadəcə məlumatlı etmir. Bu, sizi maliyyə dünyasında daha güclü, daha inamlı bir iştirakçıya çevirir. Unutmayın, bəlkə də edə biləcəyiniz ən yaxşı investisiya ilk növbədə biliyə etdiyiniz investisiyadır. Bu barədə düşünməyə dəyər.